Əziz dostlar, Əhlüsünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Bir müsəlmana yaraşmaz ki, müsəlman vaxtını zəy edərək futbolu seyr etsin, futbola baxsın və hər tərəfli günaha girsin. Birincisi, sualda qeyd olunan kimi, istər bu telefondan baxsın, istər kompüterdən, istər canlı həyatda onların diz qapaqlarını görməklə, harama baxmaqla günaha girsin. Bu bir tərəfdən haramdır. İkincisi, vaxtı zay edərək, saat yarım onları müşahidə edərək, onlara baxmaq, bu da icazəli deyil və daha betəri də bugünkü gün xüsusən də dünya çempionatının oynanıldığı bir vaxtda müsəlmanlar tərəf tuturlar, falan kafiri bəyənir, onu müdafiə edir, onun udması üçün hətta dua edir, sevinir. Və bu da qorxulan bir şeydir, budur ki, əl-vələ vəl-bəraya daxildir. Kafirləri sevməyə, kafirlərə qarşı qəlbdə sevginin yaranmasına səbəb ola bilər. İnsan Allahdan qorxmalıdır, müsəlman bu oyunlara baxmamalıdır. Və müsəlmana icazəli deyil bu oyunları seyr etsin, bu oyunları baxsın. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Birinci məqam. İslamda bir şeyi haram saymaq üçün açıq və qəti dəlil lazımdır. İslama görə hökm sahibi Allahdır. Rəbbimiz buyurur: "Hökm yalnız Allaha məxsusdur." Ənam surəsi ayə 57. Allah futbola baxmağı qadağan etməyib. Belə olduğu halda bunun haram olduğunu demək nə dərəcədə düzgündür? Rəbbimiz buyurur: "Diliniz yalana vərdiş etdiyi üçün bu halaldır, o haramdır deməyin. Çünki bununla Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar." Nəhl surəsi ayə 116. Üstəlik nəzərə alaq ki, sünnili şiəli İslam fiqhinin qəbul olunmuş əsas qaydalarından biri budur ki, əməllərlə bağlı əsl olan hökm onun mübah, yəni icazəli olmasıdır. Haram olması isə yalnız Quran, səhih sünnə və ya qəti şəri dəlillə sübuta yetirilə bilər. Bu baxımdan mən bunu faydasız hesab edirəm və ya mən bunu bəyənmirəm demək həmin işi haram etmir. İkinci məqam. Vaxtın dəyəri ilə bağlı arqument futbola məxsus deyil. Qardaşımız iddia edir ki, müsəlmana yaraşmaz ki, vaxtını futbol izləməklə keçirsin. Saat yarım davam edən oyuna baxmaq vaxt israfıdır və insan bu vaxta görə qiyamət günü cavab verəcək. Və qorxmurum ki, qiyamət günü bu israf etdiyi vaxtlara görə Rəbbinə cavab verəcək. Əgər bu məntiqlə yanaşsaq, onda ümumiyyətlə televiziya izləmək, qəzet, jurnal və ya bədii ədəbiyyat oxumaq, çayxanada dostlarla söhbət etmək, piknikə getmək və yüzlərlə başqa məşğuliyyət də eyni arqumentlə vaxta israf adı ilə haram hesab edilməlidir. Halbuki İslam belə ümumi yanaşma ortaya qoymayıb. Bəli, əgər insan həyatının vacibi tələblərini, o cümlədən namaz ibadətini buraxarsa, vacib işlərini tərk edərsə və həyatını tamamilə futbola baxmaq və bu kimi əyləncələrə sərf edərsə, o zaman əlbəttə bu vaxt israfı olar, haram olar. Amma burada da problem sırf futbolun özündə deyil. Həyatın vacibi tələblərini tərk edib, istənilən şəkildə zaman israfına yol vermək olar. Belə ki, İslam dini ilahi ayələri ilə hər sahədə ifratı qadağan edir. Amma günün tələblərini yerinə yetirib, müəyyən bir vaxtı da haram xarakter daşımayan istirahət və əyləncəyə sərf etmək, o cümlədən saat yarım müddətdə futbola baxıb oyunu izləməkdən zövq almaq heç bir halda haram sayıla bilməz. Vaxt Allahın böyük bir nemətidir və insan onu faydalı keçirməyə çalışmalıdır. Ancaq bundan belə bir nəticə çıxarmaq olmaz ki, insanın bütün istirahət və əyləncələri haramdır. Allah Rəsulu özü də ailəsi ilə birlikdə istirahət üçün vaxt ayırmış, səhabələri ilə birlikdə nizə oyunlarına baxmış, uşaqların oyunlarını izləmiş və bunları heç vaxt qadağan etməmişdir. Hər bir insanın normal istirahətə ehtiyacı var. Müasir psixologiyada göstərir ki, davamlı zehni fəaliyyət göstərən insanın müəyyən qədər dincəlməsi onun məhsuldarlığını daha da artırır. Deməli, bir insan işini, ailəsini və ibadətini yerinə yetirməyi nəzərə almaqla müəyyən vaxt idman yarışına baxırsa, bunu avtomatik vaxt israfı adlandırmaq elmi və şəri baxımdan düzgün deyil. Əks halda eyni hökm bütün istirahət növlərinə də tətbiq olunmalıdır. Üçüncü məqam, kişilərin diz qapağına baxmaq məsələsi. Qardaşımız iddia edir ki, futbolçuların diz qapaqlarını görmək haramdır. İstər bu telefondan baxsın, istər kompüterdən, istər canlı həyatda onların diz qapaqlarını görməklə, harama baxmaqla günaha girsin. Bu iddia ilə bağlı qeyd edək ki, sözü gedən məsələ fiqh baxımından bir mənalı deyil və alimlər arasında bu barədə fərqli rəylər mövcuddur. Buna görə də biz bu ixtilaflı məsələ üzərində geniş dayanmağı məqsədə uyğun hesab etmirik. Lakin bir məqama diqqət yetirək. Əgər bu nəzərlə yanaşsaq, onda küçədə, parklarda, iş yerlərində, təhsil müəssisələrində və digər ictimai məkanlarda başı açıq qadınlar olduğu üçün həmin yerlərə getmək də televiziyada başı açıq qadınların göründüyü xəbər
xəbərlərə, sənədli filmlərə və digər verilişlərə baxmaq da haram hesab edilməlidir. Halbuki İslamda belə bir qadağa yoxdur və bu nəticəni İslam alimlərindən heç biri irəli sürməyib. Deməli, hər hansı görüntüdə mübahisəli və ya haram hesab edilən bir elementin mövcudluğu həmin görüntüyə baxmağı avtomatik olaraq haram etmir. Əks halda bu yanaşma gündəlik həyatın bütün hissəsini də haram hesab etməyə gətirib çıxarar ki, bunun üçün nə Quran və sünnədə, nə də fiqh qaydalarında ümumi bir dəlil mövcuddur. 4-cü məqam. Futbolçunu bəyənmək başqa, onun küfrünü sevmək tamam başqa məsələdir. Qardaşımız iddia edir ki, oyunlara baxdıqda müsəlmanlar tərəf tuturlar, kafiri bəyənir, müdafiə edir, onun udması üçün hətta dua edib sevinirlər. Bu isə kafirlərə qarşı sevginin yaranmasına səbəb ola bilər. Dünya çempionatının oynanıldığı bir vaxtda müsəlmanlar tərəf tuturlar, falan kafiri bəyənir, onu müdafiə edir, onun udması üçün hətta dua edir, sevinir. Və bu da qorxulan bir şeydir, budur ki, əl-vəla vəl-bəraya daxildir. Kafirləri sevməyə, kafirlərə qarşı qəlbdə sevginin yaranmasına səbəb ola bilər. İnsan Allahdan qorxmalıdır, müsəlman bu oyunlara baxmamalıdır. Burada iki anlayış bir-birinə qarışdırılır. Bir insanın peşəkarlığını, bacarığını və ya idman ustalığını bəyənmək, onun dinini, inancını bəyənmək demək deyil. Necə ki, müsəlman həkim qeyri-müsəlman professorun tibbi biliyindən istifadə edir, müsəlman mühəndis qeyri-müsəlman alimin ixtirasından faydalanır, müsəlman sürücü qeyri-müsəlman mühəndislərin hazırladığı avtomobili idarə edir. Onların peşəkarlığını bəyənmək, bir mütəxəssis kimi onlara simpatiya bəsləmək əsla dinə inanca aid olmayan bir məsələdir. Həmin mütəxəssislər dindən uzaq və ya başqa dində olsalar belə, burada söhbət onların inancından yox, çalışdıqları sahədə peşəkar olmalarından gedir. Odur ki, bütün bunlar həmin insanların qardaşımız iddia etdiyi kimi küfrünü sevmək mənasına gəlmir. Eyni qayda futbola da aiddir. Bir futbolçunun gözəl ötürməsinə, sürətinə və ya texnikasına heyran qalmaq, onun etiqadını qəbul etmək və ya küfrünü sevmək demək deyildir. İslamda bəhs olunan haram sevgi insanın küfrünü, batil dinini və ya Allaha qarşı çıxmasını sevməsidir, peşə bacarığını deyil. Əgər bu iki anlayış qarışdırılarsa, onda müsəlman bütün qeyri-müsəlman alimlərin kitablarını oxumağı, onların texnologiyalarından istifadə etməyi və onların hazırladığı bütün məhsulları da tərk etməlidir ki, bunu təsəvvür etmək belə absurd olardı. Xülasə, futbola baxmağın mütləq şəkildə haram olduğunu söyləyən qəti bir Quran ayəsi və ya səhih hədis yoxdur. Əgər futbol izləmək insan ailə məsuliyyətindən, halal qazancdan, yaxud namaz ibadətdən və digər vacib vəzifələrdən yayındırmırsa, sırf futbol izləməyin özünü haram adlandırmaq üçün şəri əsas mövcud deyil. Əlbəttə, bunu da qeyd edək ki, hər bir halal iş kimi futbol izləməkdə də ölçü qorunmalıdır. İfrata yol verməmək, vacib ibadətləri gecikdirməmək, fanatizmə qapılmamaq, söyüş, davadalaş və digər haramlardan uzaq olmaq müsəlmanın diqqət etməli olduğu məsələlərdir. Bunlar nəzərə alındıqda İslama görə futbola baxmaqda heç bir problem yoxdur.